Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bildiyimiz kimi sabah artıq sizin ikinci zonanın imtahanıdır. Yəni 20 aprel. Bu videoya baxan bütün şagirdlərə uğurlar arzulayıram. Sabah imtahandan çıxan kimi indi mən sınavın, daha doğrusu imtahanın izahlarını paylaşacağım. İmtahan bitən kimi paylaşacağım. Orada uşaqlar necə yazmısınız, necə keçib mütləq şəkildə qeyd edirsiniz. İmtahan haqqında da bundan əvvəlki videoya da mütləq baxın. İmtahanı necə idarə etmək lazımdır. Mütləq uşaqlar baxın, imtahanda həyəcanlanmamaq üçün. Hər birinizə uğurlar arzulayıram. Narahat olmayın uşaqlar, imtahan asan olacaq, yenə də çətin olmayacaq. Suallardan heç nədən narahat olmayın. Kifayət qədər yaxşı hazırlaşan uşaqlar yaxşı nəticə göstərəcək. Sualların çətinliyinə görə də narahat olmayın. Eynən birinci zonada kimi olacaq. Maksimum bir sual çətin olar ya da iki sual çətin olar. Qalan sualların əksəriyyəti eyni olacaq. Bu da bizim son sınavımızdır. Təbii ki 27 aprel üçün çalışacağım daha çox sınav paylaşım. Son imtahanda nəticədə. Həmin şagirdlər üçün də gələcək. Təbii ki həmin şagirdlər bu sınavlarda mütləq işləməlidirlər. 20 apreldə olanlar artıq qoşulublar bizim sınavlarımıza, qruplarımıza. 27 apreldə imtahan verənlər üçün də, yeni izləyən şagirdlər üçün də uşaqlar rəydə qeyd edəcəm. Telegram kanalımızın adı ilə, YouTube kanalımızın adı ilə eynidir. Eynən Instagram səhifəmizdə Mehman Mahmudov riyaziyyatdır. Ora qoşula bilərsiniz, izləyə bilərsiniz. Maraqlı suallarımız olur, sınavlarımız paylaşırıq. İmtahandan sonra da dərslərimiz olacaq. Qoşula yararlana bilərsiniz. İndi buradakı suallar. Uşaqlar diqqətlə baxın. İndi başlayacağım tək-tək izahlarını verməyə. Çalışın özünüz həll eləyin. Ondan sonra da videonu saxlayın, özünüz həll eləyin. Ondan sonra izahına baxın. Sual 1. Deyir ki, düzbucaqlı üçbucağın iti bucaqlarının tənbələnlər arasındakı kiçik bucağı da. Birinci düzbucaqlı üçbucağı çəkirəm. Uşaqlar, iti bucaqlarının tənbələnlər. Bilirsən ki, bu iti bucağını da çəkdin, bu iti bucağını da çəkdin. İndi, tənbələn dediyinə görə bura alfa, bura alfa, bura beta, burada beta olur. Axı, bilirsən ki, bunun iti bucaqlarının cəmi 90-dır. Hər tərəfi 2-yə bölsəm, alfa plus beta olacaq 45. İndi, bu üç bucağa diqqətlə bax. Buradakı üç bucağa. Bunun daxili bucaqlarının cəmi 180-dir axı. Alfa plus beta 45-dirsə, bu cəmi 180-dən çıxaram, bura qalar 135. Bizdən də kiçik bucağı soruşur. 135 böyük bucaqdır. Onun qonşusu 45 dərəcə kiçik bucaqdır. Bizdən də bunu soruşur. Oldu C bəndi. İkinci. Tənlilər sistemindən x plus y tap. Sual, baxın suala. Tək dəyətdə tapa bilərik. Və yaxud da belə bir seçimimiz də var. 5x üstə gəlir 7y bərabərdir 29. 2x üstə gəlir 4y bərabərdir 14. Çalışın ki, həmişə qısa yolla həll eləməyə çalışın. Tapa bilməsəz də uşaqlar normal şəkildə əvəz etməklə də yaza bilərsiniz. Mən tərəf-tərəfə toplayanda bir şey almıram, amma tərəf-tərəfə çıxa bilirəm. Yuxarıdan aşağıdan çıxaram. 5x-dən 2x çıxsam 3x qalacaq. 7y-dən 4y çıxsam qalacaq 3y. Bərabərdir. 29-dan 14 çıxsam qalacaq 15. Hər tərəfi də 3-ə bölərəm. X üstə gəl y bərabərdir 5-ə. Təsadüfdən bizdən də x plus y soruşur. Yəni cavab C bəndi. Keçdik 4-ə. Üçüncü suala daha doğrusu. Diaqonalı 4 kök 3 olan kvadratın sahəsini tap. Uşaqlar, bilirik ki, diaqonalın düsturu A kök 2-dir. Bərabərdir 4 kök 3-ə. Onda buradan A nəyə bərabər olacaq? 4 kök 3 böl 2-yə. Daha doğrusu kök 2-yə. 2-yə yox, kök 2-yə. İndi uşaqlar, sahəsini soruşacaq. Sahə də bərabərdir A-nın kvadratına. İndi bizdə də A da 4 kök 3 böl kök 2-dir, bunun kvadratı. Kvadrat mötərizə daxilindəki hər bir həddə aid olur. 4-ün kvadratı olur 16. Kök 3-ün kvadratı olur 3. Kök 2-nin kvadratı olur 2. 16-nı 3-ə vuranda 48. 48-i 2-yə böldüm, oldu 24. Bitdi, B bəndi. Dördüncü. B-nin hansı müsbət tam qiymətində x kvadrat çıx ax üstə gəl 8 bərabərdir 0 tənliyinin hər iki bərabər, daha doğrusu 2 bərabər kök olar. Kvadrat tənliyinin nə zaman bərabər kökü var idi? D-si 0 olanda. Ona görə diskriminantını 0 eləyərəm. Olacaq a kvadrat çıx
4AC 4 vur 8 32 bərabərdir 0. Buradan A kvadrat bərabərdir 32-yə. Buradan A bərabər olacaq kök altında 32. Uşaqlar kök altında 32-də 16 vur 2-dir. Bu da olacaq 4 kök 2. Deməli, plus minus var təbii ki. Bizdən də müsbət soruşur. Amma uşaqlar fikir verin şərtdə müsbət tam deyir. Bu tam sözü yanlışdır. Olmaz. Müsbət qiymətində olmalı. Çünki tam alınmıraq. Bu irrasional ədədlərdir. Tam ədədlər deyil. Bu tam sözü olmamalıdır burada. Səhv, texniki səhvdir. Müsbət qiymətində olmalıdır. Bizdə onda 4 kök 2 götürəcəyik. Yəni A bəndi. Gəldik 5-ə. Bu sualları diqqətlə yanaşın. İmtahanınıza düşmə ehtimalı var bənzər sualların. Bundan əvvəlki sınavlara imtahana düşmüşdür. Bərabərdir. X-in kubu Y Z üstü 6. Bir hədlisinin əmsalı qüvvətindən 4 dəfə kiçikdir. Uşaqlar əmsalı qüvvətindən. Qüvvəti nədir bunun? 3 buradadır. Y-də 1-dir. Z-də də 6. Qüvvət oldu 10. Əmsal nədir bəs? A plus B. Baxın, əmsal qüvvətindən 4 dəfə kiçikdir. Yəni, A plus B bərabərdir. Bunun qüvvətindən 4 dəfə kiçikdir. 10 böl 4-ə. 4 dəfə kiçikdir də. 4-ə vursam, elə belə də saxlayaram uşaqlar. Bərabərdir. 10-u 4-ə böləndə 2,5 olacaq. Həmçinin bizə deyir ki, A kvadrat çıx B kvadrat bərabərdir 15-ə. Bunun kvadratlar fərqi kimi atsam olacaq A çıx B, A üstəgəl B bərabərdir 15. Uşaqlar A çıx B nədir? Daha doğrusu A plus B 2,5-dir. Vurulsun A çıxılsın B bərabərdir 15-ə. Hər tərəfi 10-a vursam, kəsirdən canını qurtarmaq üçün. Təbii uşaqlar, mən cavab bildim, 6 eləyir. Amma sizin üçün eləyirəm, rahat olsun deyə. 10-a vurdum və buradan A çıx B bərabərdir 150 böl 25-ə. 150-ni 25-ə böləndə 6. Deməli, A çıxılsın B olacaq 6. Yəni, Y bəndi. Gəldik 6-ya. B-nin neçə tam qiymətində 9 çıxılsın A-nın kvadratı üstündə -8-də 3. İfadəsinin mənası var. Uşaqlar, ifadəsinin mənası olması üçün əsas şərtlərdən biri. Qüvvətdə kəsir ədəd varsa, əsas müsbət olmalıdır, mənfi ola bilməz. Bir də, burada mənfi var, uşaqlar, bu 1 bölünsün 9 çıxa kvadrat deməkdir. Məxrəzdədir 8-də 3. Bu 0 ola bilməz. Normalda bu müsbət olsaydı, 0-dan böyük bərabər eləyəcəkdik. Burada mənfi var deyə, daha doğrusu, burada mənfi var deyə, biz onu 0-dan ciddi böyük eləməliyik. 9 çıxa kvadrat böyükdür 0-dan. Mənfiyə vursam A kvadrat çıx 9 kiçikdir 0-dan. Bərabərsizliyi ilə yazsaq A çıx 3, A üstəgəl 3 kiçikdir 0. İntervallasam, bura olsun -3, bura olsun 3. 3-dən böyük ədəd götürsəm 100, müsbət, mənfi, müsbət. Bizdən mənfi aralıq soruşur. -3 ilə 3 arası. İndi -3 ilə 3 arasında hansı tam ədədlər var? -2 var, -1, 0, 1 və 2. Neçə dənədir? 5 dənədir, D bəndi. Gəldik 7-yə. Malın qiyməti əvvəlcə 40% azaltdılar. Sonra yeni qiyməti yenə 40% azaltdılar. İlkin qiymət necə dəyişdi? Mənim şagirdlərim artıq bunu çox rahatlıqla həll edirlər. Bizim sınavlarımıza baxan şagirdlər də asanlıqla həll eləməlidirlər. Faizdən qorxanlar diqqətlə baxsın. Uşaqlar, ən sonda faizlə soruşub. Öncə də faizlə deyirsə, malın qiymətini götür 100. 100 manatlıq maldır. Bunu 40% azaldanda düşür 60-a. Bunu bir də 40% azaldanda 20-yə düşmür uşaqlar. 60-ın 40%-ni tapırsan, bölürsən, 40-a vurdun, 100-ə böldün. Nə edir? 24. Bu 60 manata düşmüş daha. Bu artıq 24 manat azaldı. 24 manat azalanda olur 36. İndi deyir ki, ümumi nə qədər azalıb? Əvvəl bu 100 manat idi. İndi düşüb 36 manata. Nə qədər azalıb? 64. Deməli, 64% azalacaq. D bəndi. 8. 8-i şəkildə göstərəcəm.
Deyir ki, BN və BK şüaları ABC və AB'nin tən bölənləridir. Uyğun olaraq BN ABC-nin tən böləndir. Yəni bu tərəfə bərabərdir. BK da bunun tən böləndir. İndi ABC 140'dır. Yəni bütöv 140'dır. BN tən böləndirsə 70 bura qalır, 70 də bura qalır. Axı BK da bunun tən böləndir. 35 bura qalır, 35 də bura. Bizdən də ABK-nı soruşur. ABK buradır. Oldu 35 dərəcə A bəndi. 9. Düzucalı parlapedin oturacağının tərəflərini 6 dəfə azaldıb, hündürlüyünü 9 dəfə artırsaq, həcmi neçə faiz azalar? Birincisi, düzucalı parlapedin həcmi A vur, B vur, C-dir. Bu birinci halda. İkinci halda isə indi normal hala baxaq, azaldılmasına baxaq. Oturacağın tərəfləri A və B olsun. 6 dəfə azaldılırsa olur A bölü 6 vur, B bölü 6 vur. C-ni isə 9 dəfə artıraram. C-ni də yazaram 9C. Bərabərdir. 9 dənə ABC böl 36. İxtisar eləyərəm. 4 qalacaq. ABC böl 4. İndi uşaqlar, əvvəl həcm ABC idi. İndi ABC böl 4'dür. Neçə dəfə azalıb? 4 dəfə azalıb. Uşaqlar, 4 dəfə azalmada biz faiz bölməsinin dərsin izahı var kanalımızda. İzah eləmişik. Neçə dəfə azalma, neçə faiz azalmadı və s. və s. Hamısını tam izah eləmişim. Keçid edib baxa bilərsiniz. İndi başqa necə yaza bilərik? ABC 100%dirsə ABC böl 4 x faizdir. Çarpaz vuranda x vurulsun ABC bərabərdir 100 vurulsun ABC böl 4. ABC-lər gedir burada. X bərabər olacaq 100 böl 4 25. X oldu 25. 25% təbii ki. Əvvəl 100% idi, indi olub 25%. Nə qədər azalıb? 75%. Vəssalam, C bəndi. Yadınızda saxlayın, 4 dəfə azalma, 75% azalma deməkdir. 10-cu tapşırıq. X plus 4 böl Y bərabərdir Y plus 4 böl X. Olarsa X çıx Y kvadrat üstəgəl 4XY ifadəsinin qiymətini tapın. Uşaqlar, əvvəlcə X çıx Y-in kvadratı üstəgəl 4XY. Bunu sadələşdirək. Bunun açılışı nə olacaq? X kvadrat çıx 2XY üstəgəl Y kvadrat. Üstəgəl 4XY bərabərdir. Mənfi 2XY üstündən 4XY gələndə qalacaq X kvadrat üstəgəl 2XY üstəgəl Y kvadrat bərabərdir. Bu da uşaqlar X plus Y-in kvadratıdır. Bunu yadda saxladıq. Səndən bunu soruşur. İndi gəldik bu ifadəyə. Bunu çarpaz vursam birinci ifadən. Çarpaz vursam nə olacaq? X vurulsun X üstəgəl 4 bərabərdir. Y vurulsun Y üstəgəl 4. Vurub açaq. X kvadrat üstəgəl 4x bərabərdir. Y kvadrat üstəgəl 4y. Y kvadratı sola keçirərəm. Olacaq x kvadrat çıx y kvadrat. 4x-i də sağa keçirərəm. 4x çıx, daha doğrusu 4y çıx 4x. İndi bunun açılışı olacaq x çıx y. Buradan da 4'ü çıxarsam olacaq. Daha doğrusu x çıx y, x plus y. Buradan da 4'ü çıxarsam olacaq y çıx x. İndi uşaqlar, bu y çıx x var ha. Bunun yerini dəyişib x çıx y yazsam qarşıya mənfi ataramaq. X çıx y-lər gedər. X plus y nə olacaq? Mənfi 4. Bunu tapdıq. X plus y-in kvadratı lazım idi axı sənə. Mənfi 4'ün kvadratı. Oldu nə? 16. Cavab oldu 16. B bəndi. 11-ci sual. 2-də 1. X plus 3 adi xəttə təyin idi. Bərabərdir. 5'də 2. 15 çıx x. Bizim əsas belə deyək, həll qaydalarımızdan biri o idi ki, kəsir görürsənsə kəsirdən qurtul, kök görürsənsə kökdən qurtul. İndi kök görmürük, kəsir görürük. Deməli uşaqlar, kəsirdən necə qurtulacaq? Hər tərəfi neçəyə vursam kəsirdən qurtularam. Deməli 10'a vursam kəsirdən qurtulacaq. 10'a vuranda bunu 5 qalır. X plus 3.
Bunu da 10'a vuranda 5 ilə ixtisar geçsə 2 qalacaq. 2-ni də 2-yə vurdum, 4 vurulsun, 15 çıx x. Bundan sonrası sadədir. 5x üstəgəl 15 bərabərdir 60 çıx 4x. İndi uşaqlar deyəsiniz ki, mənim necə oldu bu? 10'a vurdum da uşaqlar. Baxın, buranı 10'a vurdum. Bunu biraz sağa çəkək. Bərabərin hər bir tərəfini eyni bir ədədə vura bilərəm. Bunu da 10'a vurdum. Burada 10 ilə 2 getdi, 5 qaldı. 5'i 1'ə vurdum, oldu 5. Bundan da bu 10 getdi, ixtisar qaldı. 2'ni də 2'yə vurdum, oldu 4. Gördünüz indi. Bundan sonra 4x'i sola keçirərəm. 4x mənfitliyə müsbət olacaq. Sola keçəndə olacaq 9x. 15 müsbətli sağa keçəndə olacaq 60 çıx 15. 9x bərabərdir 45'ə. X də bərabərdir 5'ə. Uşaqlar, cavab oldu. Hansı sual idi bu? 11. Cavab oldu 5, amma cavabda yoxdur. Niyə görə yoxdur? Harada səhv eləmişik? Yorğunluqdan da hamısı uşaqlar. Axı səhv yazmamış. x5. Tənliyin kökünün 4 misli. Hə uşaqlar, tənliyin kökünün 4 mislini tap deyir. 5 daxil 5'i də 4'ə vuraram 20. Oldu B bəndi. Diqqətli olaq. Gəldi 12'yə. Deməli, Euler-Venn diaqramında A, B və C çoxluqlarının elementləri verilib. N birinci üçün. A birləşmə B. Bundan çıxırsan C-ni. Üstə gəl N C çıx B. Bunu kəsişdirirsən A ilə. Cəmini tapın deyir. Uşaqlar, birincisini hesablayaq hələ ki. A ilə B-ni birləşdirəndə, baxın uşaqlar, fikir verin, bunu biraz böyüdüm. Baxın uşaqlar, A ilə B-ni birləşdirəndə bu gördüyünüz fərqləndirdiyim rəngin içində nə qalırsa birləşməsi odur. Bundan C-ni çıxanda, bax C budaq bu hissəsini atıram gedir. Nə qaldı yerdə? Bunlar. Bax budur. Neçə dənədir uşaqlar? 2, 8, 17, 3, 6, 5, bir dəqiqə uşaqlar saya bilmədim. 1, 2, 3, 4, 5, 6, 7. Bu oldu 7 dənə. Çünki birləşməsindən çıxdım oranı qaldı 7. Bu oldu 7. Üstə gəl. İndi təzədən keçirəm o birisini hesablamağa. C-dən B-ni çıxarım uşaqlar. C-dən B-ni çıxanda, baxın, C dairəsi budur. Bundan B-ni çıxanda bu hissəni atıram gedir. Sadəcə qalır, bax bu hissə. Bundan da A-nı kəsişdirirəm. A dairəsini kəsişdirirəm. Hər ikisində ortaq olan aradır, sadəcə bax buradır. Bir dənə. 7 ilə də 1'i toplayıram, oldu cavab 8. Yəni Y bəndi. Aha. Sonra növbəti 13-cü sual. 13. Eyni məhsuldarlıqla işləyən 6 işçi işin 3/2 hissəsini 4 saata yerinə yetirir. İşçilərin sayını 2,5 dəfə artırsaq, həmin işin yarısını neçə saata yerinə yetirərlər? Birinci görək uşaqlar. 6 işçi 3/2 hissəsini 4 saata yerinə yetirirsə, 3/3 hissəsini, yəni tam hissəsini neçə saata yerinə yetirər? Çarpaz vuraq, 3/2x bərabərdir. 3/3 1 eləyirdi, olur 4. 2x bərabər olur 12'yə. X də bərabərdir 6. Deməli uşaqlar, x 6 tapdıq. Birinci 6 işçi işi tam olaraq 6 saata bitirir. 3/2 hissəsini yox, tam. 6 saata bitirir. İndi işçilərin sayını 2,5 dəfə artırsam, 6'nı 2,5 dəfə artıranda olur 15. 15 işçi neçə saata bitirər? X, tələsmirik hələ. Uşaqlar, indi tərs mütənasibdir, yoxsa düz mütənasibdir? Məntiqlə düşünün. İşçi sayı artırsa, zaman azalmalıdır. Çünki eyni iş görüləcək, amma adam sayı çox adam görəcək eyni iş. Deməli, nə olacaq? Zaman azalacaq. Yəni, tərs mütənasibdir, qarşı-qarşıya vurulur. 15x bərabərdir 36. X də bərabərdir 36 böl 15. 3'ə ixtisar eləsəm 12 böl 5. Bu da eləyir 2,4. Deməli uşaqlar 2,4 saata işi tam bitirərlər. Amma bizə yarısını soruşuraq. 2,4'ün yarısı 1,2. B bəndi. Gəldi 14-cü sualı.
2x kvadrat üstə gəl 7x çıx 4. Çox ədlisin, vuruqları ayrı. Uşaqlar 2x kvadrat üstə gəl 7x-i belə yazaram 8x çıx x. Həqiqətən də 8x-dan x çıxanda 7x qalır çıx 4. İlk ikisindən 2x-i çıxaranda qalır x plus 4. İkincidən də mənfini çıxaranda qalır x plus 4. Hər ikisindən də x plus 4-ü çıxaranda qalacaq 2x çıx 1. Vəssalam, x plus 4, 2x çıx 1. A bəndi. Uşaqlar, kanalı bəyənirsinizsə, izahları bəyənirsinizsə abunə olun. 100 mindən artıq şagird izləyir, amma 25-26 min cəmi abunə var. Kanalımız böyüsün ki, digər şagirdlərin də qarşısına çıxsın. Ona görə də özünüz də abunə olun, dostlarınızla da paylaşın. Daha çox videomuz gələcək. Deməli, uşaqlar, 15. Deyir ki, A mənfidir, hansının mənası yoxdur. Cüt dərəcədən köş altında ifadə mənfi olanda mənası olmayacaq. Baxıram indi. Aşağıdakılardan hansının mənası yoxdur? A mənfi olmalıdır. Daha doğrusu mənfidir. Baxıram uşaqlar. Bunun dərəcəsi 3-dür. Heç bunu əziyyət çəkib hesablamıram. Çünki tək dərəcədən istənilən ədəd ola bilər. Ona görə bu getdi. Aha. Baxın uşaqlar, A mənfidir, qarşısında mənfi var deyə bu müsbətdir. Həmçinin də kvadrata yüksəlib. İstənilən halda bu müsbətdir. Yəni cüt dərəcədən bu müsbətdir. Ona görə bu da olmaz. Gəldim B-sinə. A mənfidir. Qarşısında da mənfi var. Mənfi deyib müsbət olacaq. Kök altı müsbət olur. Bu da olar. Mənası var. Keçdik D-yə. Uşaqlar, baxın yenə eyni məsələdir. A mənfidir. Qarşısında da mənfi var. Olur müsbət. Bunun da mənası var. Gəldik Y-yə. A mənfidir, amma A-nın kubu yenə mənfidir. Axı cüt dərəcədən kök altı mənfi olmaz. Cavab oldu Y variantı. Gəldik 16-ya. Uşaqlar, 16-nı şəklin üzərində yazacağım. Diqqətlə baxın. Bircə dəqiqə 16. BAD, bax bura 40 dərəcədir. ADS, bura 30 dərəcədir. Bura 40 dərəcədirsə, bunun söykəndiyi öz BD-də 80 dərəcədir. Bura 30-dursa, bunun söykəndiyi öz bura 60 dərəcədir. Bizdən A, K, B-ni soruşur, yəni buranı. Uşaqlar, sən bilirsən ki, daxildə vətərər kəsilirsə, buradakı bucağı tapmaq üçün 80 ilə 60-ı toplayırsan, bölürsən 2-yə. Bu da oldu 70. Deməli, bax, bu bucaq 70 dərəcədir. Səndən də onun qonşusunu soruş. 70-in qonşusu nə qədərdir? 110. Və son. Başqa cür də tapmaq olardı. Oldu 110 dərəcə. 17. Deməli, A 3-5 nöqtəsi və B mənfi 2 A plus 3 nöqtəsi o x-oxuna paralel olan düz xətt üzərində olarsın. Uşaqlar, baxın, o x-oxuna paralel budur. Düz xətt üzərində olarsa, bunun üzərindədirlərsə, hər ikisi. Bunun nəyi bərabərdir? Y-i bərabər olmalıdır uşaqlar. Hər ikisinin Y-i eynidir. Onda birincinin Y-i 5-dir, ikincinin Y-i A plus 3. Bərabərdirlər axı. Onda A bərabərdir 2-yə. Cavab oldu 2. Gəldi 18-ə. A, B kvadrat, 6B çıx B kvadrat və B 12 çıx 8B, 5B çıx 28 nöqtələrinə nəzərən simmetrik olan nöqtə ordinat oxunu müsbət yarım oxunda yerləşirsə, B-ni tap. Nöqtələrinə nəzərən simmetrik olan nöqtə. Uşaqlar, bir nöqtə, məsələn, bir nöqtə həm A-ya nəzərən, həm B-yə nəzərən necə simmetrik ola bilər? Məncə, uşaqlar, sualın şərtində nəsə çatışmazlıq var. Sualın şərtində məncə nəsə çatışmazlıq var. Sanki nəsə çatışmış. Uşaqlar, elə bir əksiklik var. Və yaxud da ikisinin simmetrik olduğu, bir-birinə simmetrik olduğu nöqtə demək istəyib bəlkə də. Ona görə qalıb. Onu nəzərdə tutub yəqin. Uşaqlar, narahat olmayın. Məncə sualın özündə problem var. Çox düşünməyin, yormayın beyninizi. Boş verin gəlsin. 19. ABC düzbucaqlı üstbucağında ASB 90'dır. AB 25'dir. MN 10'dur. MC 6'dır. BN'i tapın X. Uşaqlar, bu düzbucaqlı üstbucaq olduğuna görə 10'dur, 6'dır. Deməli, bura 8 olacaq.
və bu tərəf paralel olduğuna görə bura alfadırsa, burada alfadır. Avtomatik olaraq üstbucaq oldu, oxşar üstbucaqlar. Onda belə eləyirik. 25-in 10-a nisbəti, baxın 25-in 10-a nisbəti, böyük tərəfin kiçik tərəfə nisbəti, böyük tərəf 8 plus x-dir. X plus 8-in kiçik tərəfə, deməli, yəni 8-ə nisbət. Çarpaz vuraram, 10 vurulsun x plus 8, 8 25-ə vuranda 200, sıfırlar gedər, x plus 8 bərabərdir 20-yə, x də bərabərdir 12-yə, bitdi. Səndən B-ni soruşurdu, o da oldu 12. Gəldi 20-yə, 2 bölünsün, 2 çıxılsın, kök 2. Kəsirinin məxrəcini irrasionaldan azad edilir. Təbii ki, uşaqlar qoşmasına vurursan, 2 üstə gəl kök 2, 2 üstə gəl kök 2. Aşağıda kvadratlar fərqi olacaq. Olacaq 2-nin kvadratı 4 çıx 2, yuxarıda 2 vurulsun, 2 üstə gəl 2. 4 çıx 2 eləyir 2, 2 ilə də bu ixtisar gedir, qalır 2 üstə gəl kök altında 2. Cavab oldu bu. Gəldi 21-ə. 2 ədədin ədədi ortası 5, yəni A plus B bölü 2 bərabərdir 5. Onda A plus B olacaq 10. Bu yadda qaldı. Həndəsi ortası isə 3-dür. Həndəsi orta isə onların hasilidir kökün altında. Bərabərdir 3. Onda AB 9-dur. Bu ədədlərin kvadratları cəmi tapılır. Uşaqlar, baxan kimi bilinir ki, bu 1-dir, bu da 9. Toplayanda 10 eləyib, vuranda 9. Və yaxud da yerləri dəyişə bilərsin. Kvadratları cəmi deyir. 1 üstə gəl 81 bərabərdir 82. Başqa da tapma olar uşaqlar. Məsələn, bilmirəm ədədlər hansılardır. Deyirəm, bunu soruşur bizdən. Belə yazarsan. A plus B-nin kvadratı çıx 2AB bərabərdir. A plus B nədir? 10'dur. Kvadratı 100 eləyir. Çıxılsın 2 vurulsun. AB-də 9'dur. 100-dən 18 çıxanda yenə nə edir? 82. Hər ikisi doğru həldir. İndi gəldi 22-yə. Qabarıq çoxbucaqlının daxili bucaqların cəmi 900-dür. Necə tapılırdı? 180 vurulsun, n çıxılsın 2, bərabərdir 900-ə. 180 ilə 9 ixtisar gedir, 5 qalır. N çıxılsın 2 bərabərdir 5, n bərabərdir 7-yə. Deməli, uşaqlar tərəflərin sayı 7-dir. Bizdən də diagonalların sayını soruşuraq. N vurulsun, n çıxılsın 3, bölü 2 ilə tapılır. 7 vurulsun, 7-dən 3 çıxanda 4, bölü 2. 28-də 2-yə böləndə 14. Deməli, bütün diagonalların sayı 14-dür. Gəldi 23-ə. A kök 8-dir. B 3 kök 2-dir. Uşaqlar, A-nı kök 8 yazaram. B-ni də kök altında 9 bölü 18 yazaram. Rahat olsun. Kök altında A çıx 2-nin kvadratı üstə gəl, kök altında B çıx 5-in kvadratı. Üstə gəl, kök altında A çıx B-nin kvadratı. Bilirik ki, kvadratla kök gedəndə modulda çıxır. Modulda olacaq. A çıxılsın 2. Üstə gəl, modulda olacaq. B çıxılsın 5. Üstə gəl, modulda A çıx B. İşarəyə görə modul açmalıyıq. Uşaqlar, A kök 8-dir. Kök 8 2-dən böyük olduğuna görə bu olduğu kimi çıxır. Üstə gəl. B kök altında 18'dir. 5 isə kök altında 25'dir. İkisindən böyük çıxanda mənfi olur deyə yerləri dəyişir. Olur 5 çıx B. Üstə gəl. İndi kök 8, bir də kök 18. Təbii ki, A B-dən kiçikdir. Axı bunların da yeri dəyişəcək. Olacaq B çıxılsın A. Bu B ilə bu gedər. Bu anlamda bu gedir. Nə qalacaq? 5 çıx 2. Bu da eləyəcək 3. Cavab oldu 3. Gəldi 24. 24 biraz maraqlı sualdır. Diqqətlə baxaq. Deməli. 24. Uşaqlar, A çıxılsın, 2 bölünsün. A bərabərdir 6-ya. Birincisi, hər tərəfi kvadrata yüksəldərəm. Olacaq A kvadrat, bax belə. Olacaq A kvadrat çıxılsın. Birincinin ikinciyə vuranda A'lar gedər. 2 misildə eləyər 4. Üstə gəl. 4 böl A kvadrat. Bərabərdir 36.
Buradan a kvadrat üstə gəl 4 bölü a kvadrat bərabərdir 36-ya. Plus 4 yəni 40-a. Uşaqlar, indi orta məxrəci gətirməyə çalışsam, olacaq a kvadratda a üstü 4 plus 4. Düzdür? Bərabər nəyə? 40-a. Uşaqlar, fikir verin. Buna bir a üstü 4 plus 4 bölünsün a kvadratdır. Burada da eyni şeydir. Bir dənə 8 var məxrəcdə. Bunu yəni 8-ə bölməliyəm əlavə. Bunu 8-ə bölsəm, 8 gələcək axı bura. Gərək bunu da 8-ə bölüm də. Onda olacaq a üstü 4 plus 4 böl a kvadrat bərabərdir 40 böl 8 nə edir? 5. Məsələn. Ümid edirəm ki, düz hesabladıq. Hesabda bir səhvliyimiz olmadısa, cavab belə olacaq. Səhv olsa da uşaqlar rəy bölməsində qeyd edin, öyrənək. 25. Şagirdlərin 12-si riyaziyyat, 9-u fizika, 6-sı hər iki məşğələdən. Uşaqlar, çoxluq, ehtimal sualıdır. Baxın, bu riyaziyyat olsun, bu fizika olsun. 12-si riyaziyyat, 9-u fizika, 6-sı hər iki fəndən gedir. Yəni, hər ikisindən gedən 6-dır. Toplam 12 nəfər riyaziyyatdan gedir. 6-sı hər ikisindən gedirsə, burada 6 qalmalıdır. Çünki toplam 12 eləməlidir. Fizikadan gedən 9-dur, 6-sı buradadırsa, 3-ü də bura qalır. 3 dənəsi isə heç birinə getmiş, kənardadır. Baxın, bu böyük kvadrat isə sinifdir uşaqlar. Böyük kvadrat sinifi bildirir. Deyək ki, təsadüfən seçilmiş bir şagirdin fizika məşğələsinə getməsi hadisəsinin ehtimalını tap. Toplam nə qədər şagird var? 6, 6, 3, 12, bu da 3, 15, bu da 3, 18. Toplam P ehtimal bərabərdir. 18 dənə şagird var. Bu 18 dənə şagirddən neçəsi fizika məşğələsinə gedir? 9 dənəsi uşaqlar. Oldu 18-də 9. Bu da ixtisar edici olacaq 2-də 1. Deməli, ehtimalımız oldu 2-də 1. Uşaqlar, vəssalam. İzahlarımızı bitirdik. Bəyəndinizsə kanala abunə olun. Qoyun kanalımız böyüsün sürətli şəkildə. Sabahki imtahanda da sizə uğurlar. İndi buna baxandan sonra uşaqlar maksimum saat 10-a qədər dərs oxuyun. Ondan sonra yekunlaşdırın. Yaxşıca dincəlin. Mütləq yaxşıca yatın, dincəlin uşaqlar. Yorğun getməyin. Qətiyyən 2-yə 3-ə qədər dərslə məşğul olmayın. Qəti deyirəm uşaqlar. İnanın ki, heç bir faydası olmayacaq. Səhər də gedən də vəsiqənizi, buraxılış vərəqənizi indidən qoyun bir yerə uşaqlar. Bir failin içərisinə qoyun vərəq. Bu iki buraxılış vərəqəsi, vəsiqə, qələm, pozan, karandaş hamısını bir vərəqə yığın, qoyun stolun üstünə ki, səhər götürüb çıxasınız, yadınızdan çıxmaz. Hər birinizə uğurlar arzulayıram. İmtahanda həyəcanlanmayın. Öz vaxtınızı düzgün bölüşdürün. Bundan əvvəlki videoda mütləq baxın, 9 dəqiqəli idi. Qısa vaxtınız alacaq. İmtahanla bağlı da. Yaxşı olacaq uşaqlar, narahat olmayın. Hər birinizə uğurlar. İmtahanda 25 yazmağınız diləyilə. Sağ olun.